Salam değerli izleyiciler. Bugün sizinle çay süreleriniz için bu gördüğünüz güzel görünüşlü ve çok lezzetli peçenyelerin reseptini bölüşürük. Qarışdırma qabına 2 ədəd, bir bütöv yumurta, digərini isə ancaq ağını əlavə edirik. Sarısını sobaya verəndə peçenyələrin üzərinə çəkmək üçün ayırırıq. Bura bir çimdik duz, 70 qram, yəni təxminən 3 xörək qaşığı şəkər tozu, bir bağlama şəkərli vanil və çay qaşığının ucunda darçın da əlavə edib əvvəlcə bütün bunları qatırıq. Daha sonra bura bir xörək qaşığı bal, balı şirin mürəbbə şirələrindən də əvəz edə bilərsiniz. 80 ml, yəni 8 xörək qaşığı təxminən bitki yağı və yaxud da 100 qram otaq temperaturunda yumşalmış kərə yağı da əlavə edə bilərsiniz. Yağı da əlavə etdikdən sonra qatırıq. Ən sonda bura 330 qram, yəni 200 ml-lik stəkandan təxminən 2 stəkan yarım ərənmiş un və bir bağlama qabartma tozu da əlavə edib xəmiri yoğururuq. Bu şəkərli xəmir olduğuna görə əlin altında çox yoğurmaq olmaz. Yoğrulduqca çünki xəmir bərkiyir və nəticədə ondan hazırlanan bişinti də bərk alınır. Onu da ehtiyatla əlavə edin. Çünki unlar markasına, nəmliyinə görə müxtəlif olduğuna görə ola bilər ki, bir qədər fərq eləsin onun miqdarı. Ona görə ehtiyatla hissə əlavə edin. Əvvəlcə spatula ilə qatırıq, daha sonra əlimizlə xəmiri bir yerə toplayırıq. Yəni çox yoğurmuruq. Bir daha da qeyd edirəm, çünki yoğrulduqca zülal zənciri əmələ gəlir. Bu da xəmiri bərkidir, nəticədə bişinti də bərk alınır. Belə bir xəmir yoğururuq. Yoğuran kimi də işə başlayırıq. Ondan balaca yumurta böyüklüyündə, təxminən 35 qramlıq kündələr qoparırıq. Əlimizlə yumurlayıb, daha sonra bir balaca yastıladıb soba listinə düzürük. Daha sonra ayırdığımız yumurta sarısını yaxşıca çalıb fırça ilə peçenyələrin üzərinə çəkirik. Ardınca peçenyələrin üzərinə çəngəllə bəzək vurub küncüt səpib onları əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 20-25 dəqiqə bişiririk. Peçenyelərimiz sobadan çıxdı. Çox möhtəşəm görünürlər. Xına kimi qıpqırmızı, ətirli və çox ləzzətlidirlər. Mən birini kəsmək istəyirəm sizə göstərmək üçün. Görürsüz? Çox ləzzətlidir. Hazırlayın. Bir növ pryanik dadı verir. Həm çay sürəsinə, həm də uşaqlar üçün möhtəşəmdir. Hazırlayın.